Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağım. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatları vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də Zaim Novosti Azərbaycan Telegram kanalıma abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Rusiyada əcnəbilərin inzibati qaydada ölkədən çıxarılmasına əsas verən hüquq pozmaların siyahısı genişləndirilibdir. Yeni qanuna əsasən ekstremizm xarakterli inzibati hüquq pozmalar, eləcə də ictimai təhlükəsizlik və asayişə qarşı yönəlmiş bir sıra inzibati xətalara yol verən əcnəbilər inzibati qaydada ölkədən çıxarılacaqlar. Bu hallarda deportasiya və ya inzibati çıxarılma digər cəza növü ilə əvəz edilə bilməyəcək. Qanunla yanaşı xarici vətəndaşlar üçün bir sıra inzibati hüquq pozmalar üzrə cərimələrin məbləği də artırılıbdır. Bildirilib ki, dəyişikliklər ictimai təhlükəsizlik və asayiş üçün təhlükə yaradan əcnəbilərin ölkədən çıxarılması prosedurunu daha operativ həyata keçirilməsi, həmçinin miqrasiya sahəsində inzibati məsuliyyətin sərtləşdirilməsi məqsədi daşıyır. Rusiyanın Moskva şəhəri və Moskva vilayətində Amina mobil tətbiqinin istifadə dairəsi genişləndirilir. Yeni qaydalara əsasən 2026-cı il sentyabrın 1-dən etibarən Amina tətbiqi yalnız əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər üçün deyil, digər kateqoriyadan olan xarici vətəndaşlar üçün də məcburi olacaq. Belə ki, 18 yaş və ondan yuxarı olan Azərbaycan, Özbəkistan, Tacikistan, Gürcüstan, Moldova, Ukrayna, Ermənistan, Qazaxıstan və Qırğızstan vətəndaşları olan tələbələr Moskva və Moskva vilayətində miqrasiya qeydiyyatına yalnız Amina mobil tətbiqi vasitəsilə dura biləcəklər. Eyni qayda Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin Ermənistan, Qazaxıstan və Qırğızstan vətəndaşı olan əmək miqrantlarının ailə üzvlərinə də şamil ediləcək. Bununla yanaşı Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızstan, Ermənistan, Qazaxıstan, Gürcüstan, Moldova və Ukraynadan Moskva və Moskva vilayətinə işləmək üçün gələn əcnəbilər əvvəlki qaydada olduğu kimi Amina mobil tətbiqini quraşdırmalı və ondan istifadə etməlidirlər. Bakı-Tbilisi beynəlxalq dəmir yolu marşrutu üzrə əlavə sərnişin reysinin təşkili istiqamətində hazırlıq işləri müzakirə olunubdur. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə Böyük Kəsik stansiyasında Azərbaycan və Gürcüstan dəmir yolu administrasiyalarının, eləcə də aidiyyatı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması, sərhəd keçid prosedurlarının sürətləndirilməsi, tranzit imkanlarının genişləndirilməsi və rəqəmsal inteqrasiyanın inkişafı məsələləri müzakirə olunub. Tərəflər həmçinin Bakı-Tbilisi marşrutu üzrə əlavə sərnişin reysinin təşkil ilə bağlı hazırlıq işlərini nəzərdən keçiriblər. Bu çərçivədə sərnişinlərin rahatlığının artırılması məqsədi ilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət prosesinin daha operativ həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının artdığı müşahidə olunur. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıbdır. Bildirilib ki, Azərbaycanın Miqrasiya Məcəlləsinin tələblərinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdır. Stat. Bununla əlaqədar olaraq Dövlət Miqrasiya Xidməti Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfi miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması məqsədi ilə onun qəbul edən tərəf həmin şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində müvafiq ərizə, anket və əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin pasportunun yaxud digər sərhəd keçmə sənədinin sürətini Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəfin inzibati məsuliyyətə cəlb edilmələri üçün əsaslı. Statın sonu. Rusiyada 2026-cı ilin ilk 6 ay ərzində əcnəbilərin ölkəyə giriş statistikası açıqlanıbdır. Məlumata görə yanvar-iyun aylarında ölkəyə 7,1 milyon əcnəbi daxil olub və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə azdır. Belə ki, 25-ci ilin ilk yarısında Rusiya 7,8 milyon xarici vətəndaş səfər etmişdi.
Ən çox Rusiya daxil olanlar Azərbaycan, Özbəkistan, Qazaxıstan, Çin, Tacikistan, Qırğızstan, Ermənistan, Belarus, Türkiyə və Monqolistandan olan vətəndaşlar olub. Hesabat dövründə turizm məqsədi ilə Rusiya 676.400 səfər qeydə alınıbdır. Bu kateqoriya üzrə ilk sırada Çin, Türkmənistan, Türkiyə və Səudiyyə Ərəbistan vətəndaşları yer alıb. Əmək fəaliyyəti məqsədi ilə Rusiya 2,4 milyon nəfər daxil olub. Onların əksəriyyəti Özbəkistan, Tacikistan və Qırğızstan vətəndaşlarıdır. Bundan əlavə 2,3 milyon nəfər səfərinin məqsədini şəxsi ziyarət, qohumlara baş çəkmək, müalicə və digər şəxsi səbəblər kimi göstərib. Bu istiqamətdə ən çox giriş Qazaxıstan və Özbəkistan vətəndaşları tərəfindən qeydə alınıb. Azərbaycanda turistlərin xərcləri azalıbdır. Dövlət Statistika Komitəsinin məlumatına görə 26-cı ilin ilk 6 ayında ölkəyə gələn xarici turistlərin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 21% azalaraq 1 milyard 218 milyon manata düşüb. Ən çox vəsait xərcləyən turistlər Rusiya vətəndaşları olub. Onların xərcləri 381 milyon manat təşkil edib. Türkiyədən gələn turistlər 151 milyon, Qazaxıstandan gələnlər isə 66 milyon manat xərcləyiblər. Turist xərclərinin strukturunda nəqliyyat xidmətlərindən əldə olunan gəlirlər 22%, yerləşdirilmə xidmətlərindən gəlirlər 30%, ictimai iaşə sahəsində gəlirlər isə 19% azalıb. Ümumilikdə bu ilin ilk 6 ayında Azərbaycanı 189 ölkədən 1 milyon 90 min xarici vətəndaş ziyarət edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 10% azdır. Bununla yanaşı MDB ölkələrindən gələn turistlərin sayı 1,8% artıb. Rusiyanın Stavropol diyarından Azərbaycana birbaşa aviareysin açılması planlaşdırılır. Yeni hava marşrutunun Mineralnıy Voda şəhərindən Bakı istiqamətində təşkil edilməsi nəzərdə tutulub. Stavropol diyarının qubernatorunun sözlərinə görə Moskvada keçirilən görüş zamanı Azimut aviaşirkətinin rəhbərliyi ilə Mineralnıy Vodadan Bakıya birbaşa uçuşların təşkili barədə razılıq əldə olunub. Hazırda tərəflər yeni istiqamətin texniki və təşkilati detallarını razılaşdırırlar. İlk uçuşun nə vaxt həyata keçiriləcəyi isə hələlik məlum deyil. Bilet qiymətlərinin və uçuşların tezliyi ilə bağlı da konkret məlumat yoxdur. Ekspertlərin isə fikrincə yeni marşrutun açılması xüsusilə Stavropol diyarında yaşayan və Azərbaycana səfər etmək istəyən sərnişinlər üçün əhəmiyyətli yenilik ola bilər. Çünki hazırda Mineralnıy Vodadan Bakıya birbaşa uçuş həyata keçirilmir. Sərnişinlər Azərbaycan paytaxtına əsasən digər şəhərlər üzərindən, o cümlədən Tbilisi və Moskva vasitəsilə transferlə səfər etməli olurlar. Yeni birbaşa reysin istifadəyə verilməsi isə həm vaxt itkisini, həm də səfərin təşkilində yaranan əlavə çətinlikləri azaltmağa imkan verə bilər. Stavropol diyarının rəhbərliyi hesab edir ki, yeni aviareysin açılması regionlar arasında turizm əlaqələrinin genişlənməsinə də təsir göstərə bilər. Bundan başqa birbaşa hava əlaqəsinin biznes və təhsil məqsədi ilə səfərlərin artmasına şərait yaradacağı da gözlənilir. Stavropol diyarından Azərbaycana, eləcə də Azərbaycandan Rusiyanın regionlarına səfər edən sərnişinlər üçün yeni alternativ yaranacaq. Hazırda isə əsas məsələ uçuşların başlanacağı tarix və marşrut üzrə tariflərin müəyyənləşdirilməsidir. Bir sözlə, Mineralnıy Voda Bakı birbaşa aviareysi ilə bağlı ilkin razılaşma əldə olunsa da, uçuşların başlanma tarixi hələ rəsmən elan edilməyib. Tərəflərin texniki hazırlıq işlərinin tamamlanmasından sonra yeni marşrutla bağlı əlavə məlumatların açıqlanması nəzərdə tutulub. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zayem Novosti Azərbaycana Telegram kanalına qoşulun və bu YouTube kanalına da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşəndək sağ olun, salamat qalın.